Əlağa Məmmədquluoğlu İskəndərov 1895-ci ildə Bakıda Dülgər ailəsində doğulub. Ailəsinin ağır vəziyyəti onun mükəmməl təhsil almasına imkan verməyib. Vahid yalnız 2 il mədrəsədə oxuyub, sonra bir müddət tütün fabrikində fəhlə işləyib. Əlağa savadlı olduğundan o zaman Bakıda nəşr olunan Bəsirət, İqbal, Tərəqqi, Babai Əmir kimi qəzet və dərgiləri oxuyar, onların səhifələrində dərc olunan şeirlərə maraq göstərərdi. Elə bu şeirlərin təsiri ilə onda yazmağa həvəs yaranır. Qələmə aldığı qəzəllərin dili sadə olduğundan qısa müddətdə xalq arasında məşhurlaşır. Bizim bu gün muğamımızda bildiyimiz kimi Əliağa Vahidin qəzəllərinə çox yer verilir. Çünki çox gözəl, çox sadə və fikir baxımından da çox geniş həcmli yazmışdır. Əlağa Vahid yaradıcılığına nəzər salarkən bir-birini tamamlayan iki əsas xüsusiyyəti görürük. Lirik Vahid Dahi Füzuli məktəbinin, satirik Vahid isə Böyük Sabirin yetişdirməsidir. Qeyd edək ki, sənətkarın yaradıcılığının əsasını gözəlin vəsfi təşkil edir. Yolunun Böyük Füzulini dərk etmək olduğunu bilən Əlağa Vahid bu minvalla qəzəlin söz dəyərini artırırdı. Qəzəllərinə xas olan müsbət cəhətlərin biri də onun sadə, anlaşılan xalq ifadə tərzinə yaxın olması idi. Xeyli qəzəlxan bunu təsdiq eləyər, hər tərəf hər yan bunu təsdiq eləyər. Azərbaycan bunu təsdiq eləyər, dahi sənətkardır Əliağa Vahid, dahi sənətkardır Əliağa Vahid, dahi sənətkardır Əliağa Vahid. Şair odur sözlə saraylar qura, sənət xalçalarına bəzəklər vura. Böyük Məhəmməd Füzulidən sonra qalan yadigardır Əliağa Vahid, qalan yadigardır Əliağa Vahid, dahi sənətkardır Əliağa Vahid, dahi sənətkardır Əliağa Vahid. Qəzəli arif olan bəndələr oxuyar, söz anlayan nümayəndələr oxuyar, onun qəzəlini xanəndələr oxuyar. Hələ yaşayır vardır Əliağa Vahid, hələ yaşayır vardır Əliağa Vahid, gövün sənətkardır Əliağa Vahid. Millətin əsas olduğu, özünü dərk prosesinin başlandığı bir vaxtda xalqın minlərlə oğul və qızları repressiya qurbanına çevrilir. Vahid məslək yoldaşlarının çoxunu itirsə də bilirdi ki, ona ehtiyacı olanlar var. Özünü sərxoş şair kimi göstərərək bu ölüm dalğasında boğulmamaq üçün yorulmadan çalışırdı. Lakin baş verən hadisələr yazıların nikbin ruhda olan qəzəl ustasına təsir edirdi. İkinci Dünya müharibəsi ilə yenidən qələm əlinə alan Vahid şeirləri ilə düşmənlə mübarizə aparmağa başlayır. Əsl ədəbiyyat, incəsənət xadimi olan Vahidin həyatı xoş keçməyib. Maddi və mənəvi çətinliklər yaşayan şair 1965-ci il oktyabr ayının 1-də dünyasını dəyişib. Həmişə mən varam aləmdə, ölmərəm Vahid, əsər ki qaldı cahanda, bu ölməmək kimidir, deyən Qəzəlxan bu sözləri ilə əbədiyyətə qovuşdu.